Aktyorluq, rejissorluq, ssenaristlik kursları. Hamısı bir arada. Uşaqlıq xəyalları heç bu qədər əlçatan olmamışdı. Həyatına rəhbər, təhsildən istehsala addımlar. Müasir Azərbaycan kinosunun formalaşmasında sənin də rolun olsun. Araz, oğul, bilirsən də səni bura nə üçün gətirmişik. Gəl biz bu məsələni uzatmayaq. Gəl vaxtında bu məsələ böyüməmiş həll eləyək. Başa düşürəm, bütün şübhələr mənə göstərir, amma gedin kameralara bir də baxın. Mən özüm bilirəm ki, heç nə eləməmişəm. Mən Maqameddən şübhələnirəm. Kimdən? Maqameddən. Sinifdən çıxanda oturmuşdu orada. Saran sukasını götürmüşdüm. Sinifdə bir dənə oydu, heç kim yox idi başqa. Birdən döyüb eləsələr mənə qoruyarsan. Ay yox, narahat olma. Narahat olma, bizdən sən. İndi kruqa təzə gir. Yox, Demişəm, qorxma, narahat olma. Çox sağ ol. Sən də. Təəssüf ki, sizi işdən çıxartmalı olacağam. O avara uşaqlara görə çıxarırsınız məni işdən? Sizin bu ideyanızın bir nəticəsi olmasa, onda məndən inciməyin. Mən sizi işdən uzaqlaşdırmaq məcburiyyətində qalacağam. İndi deyirsiniz ki, 100% boğuramayıb, hə? Allah hədə. Arxasında durdun ha. Dururam. Al, apar pulu. Ver Saraya. Olanları da danışaq ki. Sənin pulu oğramışdılar. Mən tapdım kimdir. Pulu da götürdüm. Təsə belə iki dənə problemli uşaq evlənir. Onlar uşaqların problemini də biz çəkirik. Sonra siz bizə bayramda şəkər vura gəlirsiniz. Sənə bir şey göstərməliyəm. Vacib məsələdir, Arazla bağlı. Ayda... Deyəsən zaratkası ölüb. Açılmır. Başqa vaxtda göstərə bilərəm. Danışarıq. Yaxşı. Yaxşı. Çox sağ ol. Sən də sağ ol. Ay səni, çox bilmiş. Elə qonşular düz deyirmiş. Bunu görüb deyiblər də, mən də inanmırdım. İndi mənim ərimdədir gözün. Sən nə danışırsan? Mən bilirəm nə danışıram. Hə? İndi də mənim ərimi əlimdən almaq istəyirsən? Səhv başa düşdünüz xanım. Nəyi səhv başa düşürəm? Mən gördüm nə gördüyümü. Hə? Mən bunu səhv başa düşürəm. Utanmırsan sən? Özünə gəl, Nə olsun? Mən özümdəyəm. Utanmırsan, nə olsun adamın əri yanında olmayanda? Belə eləyər adam? Ay xanım, nə utanmaz. danışırsınız siz? Abursız. Rədd ol küçədən. Sən nə danışdığını bilirsən. Mən yaxşı danışdığımı bilirəm. Rədd ol buradan. Həyasızın biri həyasız. Qızımı da götür rədd ol. Ona danışdığını Tanırsan bilirsən? sən, boyun boyda oğlun var sənin. Sən başın xarab olub. Ona görə belə laqeyd davranırdın, evə gəlməməzlik, avara-avara gəzmək, Könül xanımın eşqi vurub sənin başına da, ona görə. Nə uydursan özünə, sən hər deyilənə nə inanırsan? Elə mən hər şeyi səhv başa düşürəm, bir dənə sən düz elirsən hər şeyi. Utanmırsan? Buna görədir, sən evdə görsən məməyi, avara-avara gəzməyin. Buna görəydi, Könül xanımın fikirlərindəydi, Könül xanım üçün eşqi tərəf olmuşdu. Sən niyə hər deyilənə inanırsan?
Utanmırsan? Buna görədir, sən evdə görsənməməyin, bütünlü günü avara-avara gəzməyin. Buna görədir, Könül xanımın fikirlərində idin, Könül xanım üçün eşqin təpənə vurmuşdu. Bizim aramızda heç nə yoxdur. Sən niyə hər deyilən inansın? Aranızda heç nə yoxdur, gözümlə gördüm burada mən. Az qalsın qucaqlayasan. Bu da aranızda heç nə yoxdur. Özündən uydurursan bu dəqiqə. Mən uydururam. Amma gözümlə gördüm, gözümün şahidiyəm. Sən hara gedirsən? Get sevgilinin yanına, get qucaqla, ağlayar, çox ağlayar birdən. Pis olar. Karanlık dar küçelerde itirenler çok olur. Bir ışık, bir ümit ama herkes susur. Yumruğla danışırıq, sözler kalıp yalan. Təbrikler danışanda kim kalır sağlam? Kışkırık sesleri, sessizlerin çığırtısı ellerde. Kan izi hayatın acı payı, dost yoktur düşman çok. Her adımda korku, burada sevgi yok, burada ancak soyuldu. Qara! Qara! Xoş gəlmisən. Sabahın xeyir. Nə Şu sağlıqdıq. var sən deyirsən? Yadımdan çıxmış. Gələ bunu. Konsertin biletdir bu. Hə. Çox istəyirəm də sən qurban. Bəs bu şeydə hara getməliyəm? Konsertdir də indi. Hadisənin konsertidir. Hadisənin. Hə. Bu mənzərə. Sən mən Allah haqqı nəmi Qurana qısaya sözüm yoxdur. Nə bax. Çox sağlı. Nə olub burnunuzu al çəksən? Soyuqdur ya, bu soyuqdur. Bəlkə sənin yaxuruz quyruğu çay verim. Yox. Ay Quran. Yəni soyuğu kəsir. Tələsirəm, Hara muzeye tələsin? getməliyəm. Muzey necə? Var da bizim də özümüzdə. Oo, dəli pişik. Ay sən var ha, sən. Sən var ha. Sən mən konsertdəsən muzeydə, bura. Şeydir, bir də səni istəyəcəkdim yadımdan. Hə. Damla yarışması olacaq. Mənə bir nəfər lazımdır. Yox, Evrad. Vaxtım yoxdur. Hə, nə təyəni vaxtın yoxdur. Özü elə bizim qrupda bilsən kim var? Bir dənə müəllim gəlib, Riyazat müəllimdir də. Huqqa verir də. Damla o da bir sənə ağır. İki dəfə altı qoşu əlimdə vurdu. Düz indi vurdu, mən də vurdum. Burası qoşan vurmadım da. Amma nəysə oldu da, inciliyi olsa da dostdur. İndi dostdur. Başa düşdün, nətər? Nəysə, Evrad, yox, alınmır, mən də axır vaxtda işlər çoxdur. Ha. Ad nədir? Tələsirəm, mən muzeye gedirəm. Heç nə onda gör nə deyirəm. Bax, xətr və dəyən olsa. Gəlib mənə deməsən, səndən inciyərəm. Bəlkə inciyərəm ha. Gülür ha, amma inciyərəm. Bax dedim ha. Yox, Vay, kim eləyə bilər? heç kim heç nə eləyənməz də. Çünki mən varam, qara var. Yəni bunu həmişə yadında saxlamalısın. Bunu istəyirəm ki, sən bunu yadında saxlayasan. Birini necə? Sağ ol. Səni çox istəyirəm ha. Müzey zat dəlib. Sən bir dənə çay verim. Yox, yox, vallahi vaxtım yoxdur.
Gedirəm elə muzeyə gedirəm, birazdan uşaqlar çıxar. Daha nə tutulur? Heç nə. Özünə müğayət. Xəbərləşərik də mən. Öpürəm. Çox sağ ol. Öpürəm daha. Özünə müğayət ol. Eşq olsun. Ay. Görsən, oğlunlar var şərait yoxdur da, Allah haqqı. Bilet də tap deyim mən. Paprosum yana yana. Atlamış yoxayım. Yaxşı, mən təsirəm, indi gedim, sonra danışarıq. Hara gedirsən? Muzeyə. Hansı muzey? Məktəblə bir yerdə gedəcəyim muzey. Haraz olacaq orada. Hə. Qələt edirsən, getmirsən. Gedirəm mən. Hara gedirsən? Gözlə. Söz demədim mən sənə. Karsan, eşitmirsən? Getmək istəyirəm. Sənə dedim getmirsən, deməli getmirsən. Hüseyn Cavidin ev muzeyinə xoş gəlmisiniz. Hüseyn Cavid Azərbaycanın böyük şairi, dramaturqudur. 1920-ci ildən 37-ci ilə qədər bu binada yaşamışdır. Bu iki otaq ailəsi ilə birlikdə ona məxsus olub. Hüseyn Cavid 1918-ci ildə ailə qurmuşdur Müşkinaz Cavidlə. 1936-cı ildə çəkilmiş ailənin fotosudur. İki övladları olub, Ertuğrul Cavid və Turan Cavid. Sən bilirsən oyun oynayıram mən burada. İstəyirsən qaydaları sənə bir-bir sayım. 1. Oğlan dostun olmur. 2. Məktəbə gedəndə, məktəbdən gələndə, ümumiyyətlə evdən çölə çıxanda mənə açot verirsən. 3. Arazı yaddan çıxart. Elə biri yoxdur bundan sonra həyatında. Yaxşı. Ayan, mən bunları sənə qorumaq üçün eləyirəm. Nə Araz yaxşı uşaqdır, nə o birisi oğlanlar yaxşı uşaqdır. Çölə də çıxanda xəbərim olsun, hardasan, nə edirsən. Yaxşı, gedə bilərsən. Amma evə. Muzeydə bilmək olmaz kim var, kim yox. Hüseyn Cavid haqqında necə məlumat topladın? Yəni sən çox ağıllısan. Heç təsəvvür edə Biləm də, biləm. Çox maraqlı elə. Necə xoşa gəldi də? Hə, davay mən getdim. Sibirdən gələn məktubları oxuyarkən Müşkinaz xanımın təsvirini görürük. Naxçıvanda məqbərənin təsviri görürük. Ailənin 4 üzvü də orada dəfn olunmuşdur. Sən gəl, maraqlı məlumat verirlər Hüseyn Cavid haqqında. Sən istəyirsən getdin. Onda gəlirsən də sən də. Gələcəm birazdan. Sən get. Gözləyirəm orada. Yaşım var, ailə qurmalısan. Ancaq o da sizə deyir ki, Nə oxu bilirsən sən? Neynirəm? Özün bilirsən, nə edirsən. Qızdan nə istəyirsən? Neynirəm? Yandayım da, tək gəzməsin. Yaxşı. bunlar belə bir plan fikirləşirlər ki, Xəbərim var. Hüseyn Cavidin əsərlərinin ilk oxucusu Müşkinaz xanım olub. Müşkinaz xanımsa
İstəməyib deyib ki, mən savadsızam. Hüseyn Cavid birinci ona oxuma yazmanı öyrədib, sonra onu ilk oxucusuna çevirib. Müşkinas xanım ona əsərlər oxunanda çox uzun müddət sakit qalanda Hüseyn Cavid başa düşürmüş ki, düzəliş vermək lazımdır. Sən bunları oradan bilirsən? Biz də ancaq küçədə gəzməkdə. Hardaydın? İşim var idi, bir balaca qaçaqçı gəldi. Gedək. Dayanır, Hüseyn Cavid gizlənir və Müşkinas xanım elə oturdular ki, o qapıdan onu görə bilsin. Və görüb sevir, aşiq olur. Beləliklə izdivaca razılıq verir. Domino ilə riyaziyyətin əlaqəsi çoxdur. Bax, məsələn, 3 qoşa, hə? Da ki, Natiq 3 qoşa gəldi. Natiqin partnyoru, məsələn, Ümiddir. Ümid bildi ki, sən 3 ilə gəlmisənsə, deməli, Natiqin əlində 3 rəqəmi çoxdur, hə? Onda artıq sən onun əlini oynamalısan. Sən çalışmalısan ki, rəqibini vurasan, amma öz partnyorunu vurmayasan, elə deyil? Burada artıq siz başlayırsınız düşünməyə. Artıq fikirləşirsiniz ki, əgər Natiqin əlində 3-lər var, bəs görəsən digər rəqiblərinizin əlində nə var? Məsələn, başlayırsınız fikirləşməyə ki, bu neçə daş, yerdə hansı rəqəmdə neçə daş var, misal üçün. Artıq hansı daş qalıbdır. Siz artıq burada analiz etməyə başlayırsınız. Analiz etməyə başlayırsınız ki, görək, mən necə bir daş oynayım ki, rəqibi uda bilim. Bütün bu riyazi analiz, ümumiyyətlə bu analizləriniz, bu düşüncələriniz eynən riyaziyyətdə də keçir. Yəni bu daşları oynayırsınız, amma həm də hesablayırsınız eyni zamanda. Hesablama da bilirsiniz ki, riyaziyyətin əsas prinsipidir. Və beləliklə görürsünüz ki, dominoda fikirləşdiyiniz artıq riyaziyyətdə də tətbiq olunur. Çünki orada da analiz edirsiniz, orada da hesablayaraq düşünürsünüz. Ona görə də, yəni, yanlış anlamayın, mən sizə domino oynamağa qadağan eləmək istəmirəm. Yəni, domino oynamağınızı qarşısına almıram. Amma mən fikirləşirəm ki, siz əgər dominoda beyninizi belə işlədə bilirsinizsə, onda riyaziyyətdə də işlədə biləcəksiniz. Mehman? Mehman? Nə olub sənə? İşlə. Bəs niyə beləsən? Necəyəm? Keyfin yoxdur elə bil. Qulaq as, sən əlin qolun genişdir də. Bizə təmizlikçi lazımdır məktəbə. Mənə əlim qolum uzundur, o heç. Yəni tapmağını taparam. Kişi qadın. Xanım. Amma tapsam söz ver ki, mənə çay keçsin. Olar. Bax, olar ürünə. Ötürüm səni? Olar. Gəl. Yetersin. Sağ ol, sən yetersin. Yaxşı. Ne oldu, sən heyecanlısın? Yox. Yoxsa...
Səndə hər şey yaxşıdır. Nəsə kömək edə bilərəm. Yaxşı, nəsə olsa deyərsən burada. Hər şey belə başlayır. Birinci dəfə dözürsənsə, bunun ardı-arası heç kəsilmir. Güya ki səni sevir, səni qoruyur. Hələ axmaq kimi onu haqda qazandırırsan ki, bəlkə hardasa sən nəysə səhv eləmirsən. Sonra ayılıb görürsən ki, artıq onun əsirinə çevrilmirsən, qurtula bilmirsən ondan. Yox deməyi bacarmalısan. Yoxsa ömrünün axırına kimi mənim kimi vəziyyətdə olacaqsan. Yox deməyi bacar. Gitmeliyim. Hara? Uşaqlar, deyirəm bəlkə harası gedə, bir çay içək, harası oturaq, kofe. Nə deyirsiniz? Mən hesab verən deyiləm ha. Narahat olmayın, hesab mənlikdir. Kakar. Necəsən? Yaxşı, sən necəsən? Nə vaxt gəlmirsən? Mən elə biraz olar. Bura kim muzeyidir? Bura Hüseyn Cəvidin. Bunlar kimdir? Sinif yoldaşlarım. Onlarla gəlmişik bura. Saran qardaşı var idi. Var imiş. Hə? Aclığın var. Gəl də bir şey yeyib içək. Amma sən ondan gözəlsən. Bilirəm. Qardaşı pis deyil ha. Valla mən də qız olsam o seçərəm də.
Nəyim var ki, Mehman? Heç nəyin yoxdur. 10 motosikleti var, gücü var, evi var, eşiyi var. Qəşəng peşəsi var. Qız neyləsin? Kül başı və Mehman. Xaricdə təhsil nə tərəfdə? Xaricdə yəni oxuyan üçün yaxşıdır hər yerdə. Bəyənirsən? Ha, yaxşıdır. Sən bəs oxuyansan? Bilirsən də. Qulaq, bu məktəbdə oğru söhbət olmuşdu. Hə. Onun axırı nə oldu? Bilinmir hələ. Arazdan uzaq dur. Ondan sən xeyir gəlməz. Bundan sonra nəsə onun yanında görürüm, bir də onun səninləndə. Yaxşı? Başa düşdün? Get. Gələcəm mən də sonra. Diyam bir dəqiqə. Aras sənsən, ha? Hə. Səni bir də məhlədə görmürəm. Niyə? Belə olmalıdır. Davay. Mama, Hə qızım. qaraş nə vaxt gedir? Neyinisən ki, qaraşın getməyin? Belə soruşuram. Sən elə belə soruşmazsan, yəqin ki, nəsə olub. Yox. Dəqiq. Sən qaraş müvəqqəti gəlib onsuz da. Bir müddətdən sonra gedəcək. Sən onu çox da ciddi alma. Gedəcək də? Təbii ki, gedəcək. Həmişəlik gəlməyib ki. Sən qaraşın hərəkətlərinə fikir vermə. Çalış öz dərslərinə fokuslan. Başqa işlərlə, məşğuliyyətlərin var maraqlı, onlarla məşğul ol. Qaraş onsuz da gedəcək. Salamünaleyküm. Salam. Gəl bura. Əsəbləşmə. Niyə belə əsəbsən? Gör nə deyirəm. Qardaşım burdadır. Sənin dəxlisi var. Hə. Yoxdursa yaxşıdır. Bilet konsertə. Bir dənə qız var idi. Bilet satırdı da. Yaxınlaşdım dedim xanım 2 dənə bilet verərsiniz də mənə belə şey. Elə bildim sənsən qonaq. Qudurmusan? Hə? Almayım bu bileti. Qıza nə yaxınlaşırsan? İstəmirsən bileti? Görsən qızdan nə bilet alırsan? Orada oğlan yoxdur ki ya. Oğlan... Özünü göstərsən qıza. Yox, qıza yaxınlaşdım. Özdə hadisənin biletidir. Hadisə bilirsən nə zordur. Gen qaşı dans eləyir. Oyda pof bildiyin hoqqadır da hoqqa. Konkret yəni bir dənə mahnıları oxu. Ara. Biz gələcək hadisəyə, sənə baxarsan hadisənin orasını burasını oynatmağına, hə? Yox, sən baxarsan, mən baxmıram elə şeylərə. Gətirsən, baxarsan, mən qoyuram sənə baxarsan.
Hardasan, bayaqdan sizə zəng eləyirəm. Gəldim də. Muzeydə nə oldu? Arazla Sara çox yaxın idi. Həmişəki kimi də bir yerdəydilər. Başqa necə olacaq? Şəkil göstərdi. Məncə şəkilə ehtiyac yoxdur. Niyə? Saran qardaşı oradaydı. Bilmirəm, risk gəldi. Arazın üstünə bozardı. Saran qardaşı var idi. Heşə, nə olacaq? Atan eşqə düşüb. Özünü subay kimi aparır. Məni al elədi, onu da şar eləyəcək. Nə olacaq, heç nə? Hər şey qalıb qıraqda, indi sevgi həyatı başlayır. Gör, hər şeyimiz tamdır. Gör, mənə çox sevgi göstərdi. Gör, hər şey çox qaydasındadır. Gedib indi başqa yerlərdə sevgi axtarır. Axtarsın. İş tapdın sən özüvə? Axtarıram. Nə axtarsan? Bu boyda sən ölkədə iş tapa bilmirsən özüvə? İş tap işdə. Avara-avara gəzmə. Çayxanaya gedirəm. Füzulidə yolların buz bağlaması səbəbindən Get. vətəndaşlar avtomobil Çayxanaya başqa hara gedirsən ki, başqa? Fövqəladə Hallar Nazirliyinin məlumatına görə əraziyə xilasedicilər cəlb. Murad ağlın olsun. Bu gedişlə Araz səni sındıracaq. Bax, içəri satma olan qrevdə səyi yüklədi. Bu uşaq başımıza bəladır. Özü də çox. Araz. Araz. Salam. Salam. 5 dəqiqə vaxtın varsa, tələsmirsənsə əgər səninlə danışmaq istəyirəm. Buyurun. Necəsən? Yaxşı. Məktəb necədir? Yaxşı gedir. Siz necəsiz? Belə yaxşı deyə bilmərəm əslində. Ayandan nə edirsiniz? Yəni Ayan necədir məktəbdə? Bilmirəm. Yaxşıdır, amma belə pis görünmür. Bilirsən o son vaxtlar yaxşı uşaqlara qoşulmayıb. Bəlkə bilirsən Murad. Onun kruqu ilə bir yerdə gəzir. Tanıyırsan Muradı? Tanıyıram. Bilirsən, necə deyəcəyimi də bilmirəm. Utanıram biraz. Mən istəmirəm Ayan Muradla, onun ətrafı ilə gəzsin, tozsun, dostluq eləsin. Siz uşaqlıqdan bir yerdəsiz, həm qonşu yox, həm sinif yoldaşısınız. Mənə qulaq asmır, bəlkə sənə qulaq asar. Sən onunla danış, o uşaqlardan uzaq olsun. Bilirsən, mən bilirəm ki, o mənim qızımın həyatında olsa məhv eləyəcək uşağın həyatını. Sən onu bir qardaş kimi qoru, bir sinif yoldaşı, bir dost kimi qorumağa çalış. Çalışacağım. Yaxşı, sağ ol. Sağ ol. Çırparsan başına, gelib hadisəyə baxarsan orasın. Gel burada. Diye bak.
Niyə səbəşsən də? Bax sən baş verin. Bax mən neyiniyim? Bax özü Hacıcan konsertidir. Bir dənə oynamaq oynayır. Bildiyin yəni səsi elə bilirsən, ha? Bu dənə qataq. Sən başa bir də hadisə gətirərəm ki, qara adını yadından çıxarırsan. Başa düşün? Bilet almışam, bilet. Verəcək, kassaya girəcək içəri. Baxacaq da. Sən də baxsan, mən də baxıram. Burada nə var ki? Gəl bura, gör. Sən bu qısqanclığın qoy da bir qırağa da. Yaxşı eləyəm. Kim qısqanmalıdır? Hadisə qısqanmalıdır? Yoxsa bilet satan? Allah haqqı mənim gözəl sözüm. Ola da Uşaqlar, əgər istəyirsinizsə, mən sizi buradaca təmənnasız şəkildə imtahanlara hazırlaşdıra bilərəm. Yəni sizin üçün də rahat olar, gəlib gedərsiniz. Tez-tez bura yolunuz düşür. Çox sağ olun. Nasıl demədim, mən heç nə bilmirəm. Rahat olma, bir yerdə öyrənəcəyik. Yəni bir proqram tutarıq, bir proqram qurarıq. İmtahanlar da hələ var bir neçə ay var. Çatdırarıq, fikirləşirəm ki, çatdırarıq. Əla olar. Proqram əsasında gecikmədən imtahanları da rahat verərsiniz. Oldular. Yaxşı, hələlik gedib biz gələn həftə görüşərik. Namazovun kitabını bir də dimin testlərini dediyim kimi gətirərsiniz. Gətirərəm. Məndə var, gətirərəm. Hə, gətirərsiniz, başlayaq. Sağ olun. Gedin, sağ olun. Sağ olun. Könül necəsən? Üzr istəyirəm, keçən dəfə heç yaxşı olmadı. Əslində Səma elə birisi deyil. Sadəcə bilmirəm, səhv başa düşdü. Yəni onun adına səndən üzr istəyirəm. Kaş olmazdı amma nəysə. Sənin bir təklifim də olacaq. Nə təklif? Bizim məktəbə təmizlikçi axtarır. Bəlkə sən də indi təzəcə işdən çıxmısan. Bəlkə gələrsən Təmizlikçi. sənin üçün də, yəni əgər ayıb bilmirsənsə bu işi, sənin üçün də uyğun olar. Bilmirəm. Bu dəqiqə o barədə fikirləşmək istəmirəm. Amma yenə də düşünərəm. Çətin iş deyil. Yəni bizdə təmizlikçinin o qədər də yəni sizə uyğun olar deyə düşünürəm mən. Danışarıq yenə də. Tamam. Tamam, danışarıq. Hə, sağ olun, sağ olun. Aras. Bilirəm, indi maman yəqin evdə sənə nələrsə deyibdi. Amma yəni bizim könül aramızda bir şey yoxdur. Yəni, anan sadəcə səhv başa düşüb. Bilirsən də onun xasiyyətini. Yəni aramızda bizim heç bir şey yoxdur. Sənin düşündüyün kimi bir şey yoxdur. Küçelerde itirenler çok olur. Bir ışık, bir ümit ama herkes susur. Yumrukla danışırıq, sözler kalıp yalan. Tepikler danışanda kim kalır sağlam? Kime deyim, kim eşider? Bu sükut taştan beter. Karanlıkta kışkırmak çetin ama sessiz kalmak ender. Kime deyim, kim eşider? Bu sükut taştan beter. Karanlıkta kışkırmak çetin ama sessiz kalmak ender.
Səsləri gecəni kəsir bir-bir. Qorxunun adıdır bu səssiz cinayətlər sirri. Qapılar kilitli, ürəklər paslı. Sözlər çox amma dillər susqun qalıb. İşıq uzaqda titrəyir sönməkdə. Ümidlər qırılır hər nəfəs çəkməkdə. Kimə deyim kim eşidər bu sükut daşdan beri.